Salam əziz şagirdlər. Bu gün istəyirəm ki, bir çox abituriyentin çətinlik çəkdiyi bu mövzuda bəzi xırda məqamlara toxunum. İlk öncə qarşılı ötürmə bu hərəkətə diqqət yetirmək istəyirəm. Bəzən siz yadınızdan çıxardırsınız ki, necə müqayisə eləyək, niyə bu belə olur və yadınızda saxlamaqda çətinlik çəkirsiniz. Mən isə burada ən xırda məqamı sizin nəzərinizə çatdıracağam. Bu hərəkətə fikir verdikdə bir dənə yadımızda saxlamalıyıq ki, burada sürətlər bir-birinə bərabər olur. Yəni bütün nöqtələrdə sürətlər bir-birinə bərabərdir. V1 bərabərdir V2-yə. Daha sonra digər kəmiyyətləri müqayisə eləmək üçün ilk öncə onların sürətlə olan düsturlarını yazmalıyıq. V bərabərdir omega r. V bərabərdir 2pi r bölünsün t. V bərabərdir 2pi r n. V bərabərdir 2pi r n bölünsün t. A bərabərdir v kvadratı bölünsün r. Daha sonra mən baxıram ki, ikinci radiusu R2 R1-dən daha böyükdür. Burada onu qeyd edirəm. R2 böyükdür R1-dən. Və gəlir. Omeqanı buradan tapsaq, görərik ki, omega bərabər V bölünsün R. Buradan görürük ki, omega R ilə tərs mütənasibdir. Deməli, omega 1 böyük olacaq omega 2-dən. Buradan periodu tapsaq, təyin etsək, 2pi r bölünsün V olacaq. Görürük ki, period R ilə düz mütənasibdir. V-miz isə sabitdir. Bax, V-miz sabitdir deyə biz bunları müqayisə eləyə bilirik. Onda görürük ki, T2 böyükdür T1-dən. Buradan tezliyi tapsaq, n bərabərdir V bölünsün 2pi r olacaq. Görürük ki, V sabit olduğu halda 2pi də sabitdir. N R ilə necə mütənasibdir? Tərs mütənasib. Deməli, N1 böyükdür N2 olacaq. Böyük n-i tapsaq, VT bölünsün 2pi r olacaq. Görürük ki, n r ilə nətər mütənasibdir? Tərs mütənasibdir. N1 böyükdür N2 olacaq. Buradan isə görürük ki, V sabit olduğu halda təcir radiuslar tərs mütənasibdir. Onda deməli, A1 böyükdür A2-dən olacaq. Qeyd etdiyim kimi, biz fikir verməliyik ki, bir hərəkətdə nə sabit qalır? Sabit qalırsa, sonra o düsturdan istifadə edib digər kəmiyyətlərin bir-birindən, bizim halda isə radiusundan asılılığını tapa bilərik. Digər hərəkətə baxaq. Tərpənməz ox ətrafında fırlana bilən diskdə bu hərəkətdə isə yadımızda saxlamalıyıq ki, bucaq sürəti sabit qalır. Yəni, bütün nöqtələrdə omega 1, omega 2-yə bərabərdir. Yadımızda bu qalsın. Baxın, birinci halda xətti sürət, ikinci halda isə bucaq sürəti sabit qalır. İndi isə gəlin, bucaq sürətinin bütün düsturlarını yazaq. Omega bərabərdir 2pi bölünsün t-yə. Omega bərabərdir 2pi n-ə. Omega bərabərdir, biraz pis yazdım, 2pi n bölünsün t-yə. V bərabərdir omega r-ə. A bərabərdir omeganın kvadratı, omeganın kvadratı r-ə. Buradan mən görürəm ki, t-ni tapsam, t bərabərdir 2pi bölünsün omega olacaq, uşaqlar. Burada görürəm ki, omega dəyişmir, sabitdir. 2pi də sabit edəkdir. Deməli, t-də dəyişməyəcək t1, qarşısından yazım, t1 bərabərdir t2-yə. N isə tapsaq, n bərabərdir omega bölünsün 2pi olacaq. Omega sabitdir, dəyişmir. 2pi də sabitdir, 2 sabitdir. Pi-ni də təqribən 3,14 götürürük, yəni sabit dəyişmir. Deməli, n1 də n2-yə bərabər olacaq. Buradan böyük n tapsaq, omega t bölünsün 2pi. Buradan görürük ki, omega dəyişmir, 2pi dəyişmir. Bu da eyni zaman müddətində olduğu üçün n1, n2-yə bərabər olacaq. Buradan isə görürük ki, omega sabit olduqda V R ilə düz mütənasibdir. Onun da radiusu böyük olanın sürəti də böyük olacaq. V2 böyükdür V1-dən. R2 böyükdür R1 dediyimiz halda. Görürük ki, omega sabitdir. Təcir radiusa necə mütənasibdir? Düz mütənasibdir. Onda A2 böyükdür A1-dən olacaq. Görürsünüzmü? Necə sadələşir bu halda biz incəliyi biləndə bu hərəkətlərdə, hətta bunları iç-içə bir yerdə eyni anda iki hərəkətlə müqayisə eləyə bilərik. Baxın, əziz şagirdlər, bir dənə bilməliyik ki, birinci halda qarşılı ötürmədə sürətlərimiz bir-birinə bərabərdir. Sürətin bütün düsturlarını yazıb həmən kəmiyyətləri radiuslarla müqayisə edirik.
İkinci halda isə bilməliyik ki, bucaq sürətlərimiz bir-birinə bərabərdir və onun düsturlarını yazıb oradan radiusla müqayisə eləyəcəyik. Ümid eləyirəm ki, bu video sizin işinizə yarayacaq, bu mövzu ilə bağlı çətinliyiniz aradan qalxacaq.